əsrəki İngiltərədə feodal münasibətləri feodalizm dövrünün hakim quruluşu idi. Amma 16-cı əsrdə biz dedik ki, sən dərs İngiltərə dərsində biz keçmişdik. Demişdik ki, İngiltərədə kapitalizm münasibətlərinin əsasına vaxt qoyuldu 16-cı əsrdə. Kapitalizmin ilk müəssisəsi hansıdır? Manufaktura. Demək, ilk manufaktura İngiltərədə vaxt yarandı 16-cı əsrdə. Demək, kapitalizmin başlanğıcı qoyulub İngiltərədə 16-cı əsr. Kapitalizm 16-cı əsrdə yaransa da təzə yaranırdı. Hələ də federal vergiləri qalmaqdaydı, yerdə saxlayır. İndi bu dərsdə danışacağıq İngiltərənin 17 və 18-ci əsr tarixlərində. 17 və 18. Baxaq görək 17 və 18-ci əsrlərdə İngiltərədə hansı siyasi proseslər baş verir. Bu dərslik 2 hissədən ibarətdir. 3 hissədən daha doğrusu. İngiltərə proje inqilabı var. 40-cı ildə başlayır. İnqilabdan əvvəlki prosesləri danışacağıq. İnqilab dövrünü danışacağıq və inqilabdan sonraki prosesləri burada izah edəcəyik. Ümumilikdə 17-18-də çıxarıq. Birinci məsələ. Demək olar, İngiltərə 17-ci əsrə aqrar ölkə kimi daxil olmuşdur. Aqrar ölkədə bilirsə nəyə deyirlər? Kənd təsərrüfatının hakim olduğu ölkə. Amma aqrar ölkə kimi daxil olsa da İngiltərədə 17-ci əsrin birinci yarısında ölkənin iqtisadi inkişafı sürətlənmişdir. 17-ci əsrin birinci yarısında İngiltərə aqrar ölkə kimi daxil olub 17-ci əsrə. Aqrar ölkə olsa da iqtisadi inkişaflar da burada sürətli gedirdi. Növbəti məsələ. Demək olar, İngiltərədə 16-cı əsrdə yaranmış kapitalist münasibətləri var idi. 16-cı əsrdə yaranmışlar bu münasibətlər. 17-ci əsrdə kapitalist münasibətləri inkişaf edirdi. Amma kapitalist münasibətləri inkişaf edəsə də, feodal münasibətləri də qalmaqdaydı. Kapitalizmin inkişafı feodal münasibətlərin yavaş-yavaş sıradan çıxmasına, böhranına səbəb olurdu. Kapitalizm inkişaf edədiksə, feodal münasibətlər yavaş-yavaş sıradan çıxırdı və böhrana uğrayırdı. Yəni, süquta uğrayırdı. Yavaş-yavaş artıq ləğv olurdu feodalizm. Amma hələ feodalizm var. Demək olar, ölkədə əmtə pul münasibətlərinin inkişafı, əmtə birisi məhsul, pul da ki, məlum olması kapital. Bütün dünya ölkələrində əmtə pul münasibətləri inkişaf edirsə, ölkədə təbəqələşmə baş verir. İngiltərədə həmçinin 17-ci əsrin birinci yarısında əmtə pul münasibətlərinin inkişafı ölkədə təbəqələşməni sürətləndirmişdir. Daha çox əmtə məhsul istehsal edən, daha çox pul qazanır və çevrilir nəyə? Varlı insan. Daha az məhsul istehsal edən, az pul qazanır, olurdu orta təbəqə və kasıb təbəqə. Və bunun əsl təbəqələşmə dərinləşirdi və artırdı. Əmtə pul münasibətlərinin inkişafı nəticəsində təbəqələşmə prosesi gücləndi. Təbəqələşmə prosesinin baş verməsi nəticəsində ölkədə kənd burjuaziyası təbəqəsi, bir də muzlu işçi təbəqəsi yarandı. Kənd burjuaziyası, kənddə daha çox məhsul istehsal edir, daha çox pul qazanan varlı kəndlilər. Muzlu işçi təbəqəsi isə məhsul istehsal edə bilməyən, torpağı olmayan, başqasının torpağında pulla işləyən işçilərdir, muzlu işçi. Demək, təbəqələşmə, demək, ölkədə əmtə pul münasibətlərinin inkişafı təbəqələşməyə səbəb oldu. Təbəqələşmə nəticəsində iki dənə təbəqə meydana gəldi. Kənd burjuaziyası və muzlu işçi təbəqəsi. Bu qədər aydındır. Davam edirik. Demək olar, İngiltərənin coğrafi mövqeyini bilirsiniz, siz hamınız coğrafiyasınız, ikinci qruplarsınız. İngiltərə ada ölkəsidir, böyük bir tane adası. Coğrafi mövqeyi və beynəlxalq ticarət yolları üzərində yerləşməsi ölkədə iqtisadi inkişafa şərait yaradır. Həm coğrafi mövqeyi, həm də beynəlxalq ticarət yolları üzərində yerləşməsi. İngiltərə ada ölkəsidir. Ada mövqeyi isə ölkənin təhlükəsizliyini təmin edirdi. Adada olduğu üçün heç bir dövlətlə quru sərhədi yox idi və avtomatik olaraq müharibələrdən kənarda qalırdı İngiltərə. Məsələn, ada ölkəsi olduğu üçün son 100 ildə İngiltərə ərazisində müharibələr aparılmamışdı. İngiltərə Avropada aparılan müharibələrə də burnu soğub oradan varlanmışdı. Ya ərazi tutmaqla, ya qənimət ələ keçirməklə, ya da ki, müharibə aparan dövlətlərə silah, susaq satmaqla varlanmışdı. Onun ada mövqeyinin müsbət təsiri bu idi İngiltərə üçün. Aydındır? Bunu da bildik. Davam edirik.
Danışaq indi şəhər həyatında uşaqlar. İngiltərədə şəhər həyatı Fransa və İspaniyadan fərqli olaraq daha azad idi. Yəni şəhər həyatı azad idi. Fransa və İspaniyada isə şəhər həyatını hökmdarlar sıxışdırırdılar şəhərləri. Burada isə şəhərlərin biraz azadlığı var idi. Feodalizmin əsas qalığı olan sexlər. Sex uşaqlar, yəni emalatxana. Sexdə sənətkar olur, müəyyən bir məhsul istehsal edən məsələn qələm sənətkarı, ustası. Bir-iki dənə köməkçisi olur, gün ərzində 10-dan 15 dənə qələm istehsal edir. Bu feodalizmə xas olan xüsusiyyətdir. Sizcə, feodalizmə xas olan xüsusiyyət kapitalizm dövründə inkişafa səbəb olar ya inkişafa əngəlliyə? Təbii ki, əngəlliyə. Hər bir şey belədir. Köhnə sistem yeni sistemin inkişafına manedir. Ona görə də İngiltərədə 17-ci əsrdə sexlər, şəhərlərdə olan sexlər sənayenin inkişafına mane olurdu. Kəndlərdə isə sex məhdudiyyətləri yox idi. Sexlər az idi, yəni o qədər də təsir göstərmirdi. Məhdudiyyətləri yox idi. Növbəti məsələ. Şolar, İngiltərədə zadəganlar sual gazetəsində hansı yoldan 17-ci əsrdə varlanmağa çalışırdılar? Bir hissəsi ticarətlə, bir hissəsi sənaye məsələ yaratmaqla, bir hissəsi gəmiçiliyin inkişafına kapital qoymaqla varlanmış zadəganlar. Və zadəganların varlanması nəticəsində 17-ci əsrdə İngiltərədə yeni bir dənə təbəqə meydana gəldi. O təbəqənin adı budur uşaqlar. Yeni zadəganlar təbəqəsi. Yeni zadəganlar kimlər? Tərif edirəm sizə. Kitabda bax. Yeni zadəganlar muzlu əmək tətbiq etməklə öz sənayesini kapitalist hissəsinə təşkil edən təbəqəyə deyirlər yeni zadəganlar. 17-ci əsrdə İngiltərədə yaranmış yeni zadəgan təbəqəsi izahı budur. Muzlu işçi tətbiq etməklə, muzlu işçidən istifadə etməklə öz təsərrüfatını kapitalist hissəsinə quran təbəqəyə yeni zadəgan təbəqəsi deyirlər. Nə vaxt yarandı bu təbəqə? 17-ci əsrdə. Aydındır? Dolar, yeni zadəganların meydana çıxması 17-ci əsrdə, 17-ci əsrin birinci yarısında İngiltərənin sosial quruluşunun ən mühüm göstəricilərindən biriydi. Ən mühüm xüsusiyyətidir. Belə yazılır. Yeni zadəganların meydana gəlməsi 17-ci əsrin İngiltərənin sosial həyatında ən mühüm hadisə hesab edilir. Belə yadda saxlamaq lazımdır. Davam edirik. Şəhərlərin artması və kənddə kapitalist münasibətlərin inkişafı daxili ticarətin genişlənməsinə şərait yaradırdı. Şəhərlər artdıqca ticarət genişlənirdi. Kənddə kapitalizm inkişaf etdikcə daha çox məhsul istehsalında ticarət artırdı. Ticarətin inkişaf sahələri də bu aydı bu dövrdə. İngiltərədə bu dövrdə burjuaziya təbəqəsi var. Burjuaziya hər bir təbəqənin kapitalizm dövründə üst hissəsinə edilir. Kənd təsərrüfatı ilə 1000 nəfər məşğuldur, aralarından 100 nəfər daha varlıdır, daha adlı sallıdır. O 100 nəfərə biz deyirik kənd burjuaziyası. Yəni, burjuaziya sözünün mənası kapitalizmə xas olan bir termindir. Hər bir kapitalist istehsal ilə məşğul olan təbəqənin üst hissəsi burjuaziya adlanır. Aydındır? İngiltərədə bu dövrdə burjuaziya, İngiltərə burjuaziyası 2 dənə işdə maraqlı idi, 2 dənə məsələ istəyirdi, 2 dənə istəyi var idi. Birincisi bu idi ki, İngiltərə burjuaziyası müstəmləkələr ələ keçirmək istəyirdi və İngiltərənin güclü donanma yaradılmasında maraqlı idi. İstəyir ki, ölkədə güclü donanma olsun, yəni dəniz qoşunu olsun və bu donanma vasitəsilə çoxlu müstəmləkələr işğal edilsin. Niyə? Həmin müstəmləkələr bu burjuaziyanın gəlir mənbəyi olacaqdır və həmin bu burjuaziyanın müstəmləkələr hesabına bu daha da varlanacaqdır. Məhz öz qazancları üçün bu 2 dənə məsələni istəyirdi İngiltərə burjuaziyası. Güclü donanma olsun, nə olsun? Ölkədən müstəmləkə işğallar keçirilsin və ölkənin müstəmləkələrinin sayı çox olsun. Burjuaziyanın tələbləri bunlar, istəkləri bunlar. Bunu da bildik. Davam edirik. 17-ci əsrdə İngiltərədə ən gəlir gətirən 2 dənə sahəni deyəcəm sizə. Mahud istehsalı və satışı, yun istehsalı və satışı. Mahudu məndən soruşarsa izahını belə verirəm. Burada izah verilir. Mahud üst tərəfi keçə kimi basqın yun,
Basıp yum ve yarım yum parça. Yum parça öyle değildi. Kısa başa düştüğünüz değildi. Mahut yum parçanın biraz təkmilləşmiş, daha biraz qalın forması. Daha biraz möhkəm forması. Biraz nazik yun yox, biraz daha qalın. Yəni basıb yuna deyirlər. Mahut. Mahut və yun istehsalı 17-ci əsrdə İngiltərədə zaracanların əsas qazanc mənbəyi idi. Yəni qızıldan da qiymətli hesab edilirdi. Aydındır mı? Və məhz buna görə biz deyirik ki, belə 16-cı əsrdə İngiltərədə belə bir proses başlamışdı, səfərləmələr. Kəndlərin torpaqlarına keçirirdilər, səfərləyib orada qoyun saxlayırdılar. Yun əldə edirdilər həmin qoyunlar. Hətta belə bir termin çıxmışdı, İngiltərə qoyunlar insanların yeyirlər termini çıxmışdı yəni. Məhz bu məsələ ki, daha gələ gətirən sahə idi. Yun istehsalı və mahud istehsalı. Şular, davam edək izaha. Mahud və yun istehsalının artması. Bir də Hindistandan pambığın gətirilməsi İngiltərə tacirlərin sərvətini artırmışdır. Tacirlərin varlanmasına səbəb olmuşdur. Mahud və yun istehsalı, bir də Hindistandan pambıq gətirilməsi. Bundan əlavə, mahud ixracı yuna olan tələbatı artırırdı, bu isə qoyunçuluğu inkişafına təkan verirdi. Qoyun yunundan mahud düzəldirdilər. Bu da daha çox görünür ki, gələ gətirən sahədir. Daha çox qoyun saxlamaq, daha çox yun əldə eləməyə tələbat meydana gəlirdi. Bu da qoyunçuluğu inkişaf etdirirdi ölkədə. Çünki qoyunun yunundan nə əldə edirdilər? Mahud əldə edirdilər. Həm mahud satırdılar, həm də yun satırdılar. İstehsal edirdilər. Daha gəlirli sahə idi bu dövrdə, 17-ci İngiltərəsində. Bundan başqa, bu qoyunçuluğu inkişaf etdirmək üçün İngiltərə zadəganları nə edirlər? Və dediyim məsələ burada var. Səpərləmələr yolu ilə kəndi icmasına daxil olan torpaqları zorla əllərinə alırdılar və həmin torpaqlara səfərləyib orada otlaq sahəsi yaradıb qoyunçuluğu inkişaf etdirir. Bu yolla qoyunçuluğu inkişaf edir. Niyə? Qoyunun yununun bahalı olmasına görə. Qoyunun yunundan mahud hazırlanmasına görə. Yadda qalan. Bunu da bildik. Şöyle bu dövrdə torpaqlar tədricən yeni zadəganların və manufaktura sahiblərinin əlində cəmlənir. Yəni varlandıqca yeni zadəganlar torpaqlara keçirirdilər, bir də manufaktura sahibləri torpaqlara keçirirdilər və torpaqların daha çox bu təbəqələr əlində idi. Bura baxın şöyle 17-18-ci əsrlər, bu cümlədə müqaydadır. 17 və 18-ci əsrlər İngiltərə tarixində bütün baş verən siyasi proseslərin əsas səbəbkarı iki dənə təbəqə idi. Burjuazi təbəqəsi, bir də yeni zadəganlar təbəqəsi. Məhz ölkədə 17-18-ci əsrdə baş verən bütün siyasi prosesləri bu iki təbəqənin ittifaqı nəticəsində baş verir bütün proseslər. Burjuaziya və yeni zadəgan təbəqəsi ittifaqı nəticəsində bütün siyasi dəyişikliklər İngiltərədə baş vermişdir. Yadda qalar, aydın oldu. Bunu da bildik. Yəni ki, məsələlər sizə aydındır. Danışarken düşüyorlar ölkənin siyasi vəziyyətindən. Təbii ki, biz bilirik ki, İngiltərədə mütləqiyyətdir bu dövrdə. Mütləqiyyət də feodal qaydalarına əsaslanan mütləqiyyət edən kral hakimiyyəti. Mütləqiyyət nə edirlər? Kralın güclü hakimiyyətinə deyirlər. Feodal mütləqiyyət qaydaları bu dövrdə İngiltərə hakim idi. Və İngiltərə əhalisi iki dənə cəbhəyə bölünmüşdür. Bir tərəfdə feodal mütləqiyyət qaydalarını müdafiə edən tərəfdarlar var idi. Bir tərəfdə də əhalinin bir hissəsi bu qaydalara əleyhdarlar idi. İki hissəyə bölmüşdür İngiltərə cəmiyyəti. Feodal mütləqiyyət qaydalarının tərəfdarlarına və əleyhdarlarına. İndi baxaq görək ki, bu qaydaların tərəfdarları kimlər idi? Əleyhdarları kimlər idi? Feodal mütləqiyyət qaydaları tərəfdarı təbii ki, birinci kral idi. Düzdür? Kral öz hakimiyyətini, mütləqiyyəti qorumaya çalışacaq. Kralı bəs müdafiə edən təbəqələr kimlər idi? İri torpaq sahibləri. İri torpaq sahibləri əksəriyyəti. İri feodallar. Krala müdafiə edir. Bir də kralın əsas dayağı olan Anglikan kilsəsi. İri feodallar, iri torpaq sahibləri. Bir də Anglikan kilsəsi kralı. Yəni nəyi? Yəni feodal mütləqiyyət qaydalarını müdafiə edirdilər. Bu bir dənə cəbhə. Bir dənə cəbhəni bildik artıq. Bir tərəfdə kral, iri torpaq sahibləri, iri mülkədarlar, bir də Anglikan kilsəsi.
Bahar Güneş bu cəbhəyə əks cəbhədə kimlər var idi? Əks tərəfdə kimlər var idi? Şuna, ölkədə feodal mütləqiyyət qaydaları hakim olsa da, bu qaydalara tabi olmayan, bu qaydaları ləğv eləmək istəyən təbəqə cəbhədə var idi. Bəs əks cəbhədə kimlər idi? Əks cəbhədə əsasən 17-ci əsrdə yeni meydana gəlmiş burjuazi təbəqəsi, yeni zadəganlar təbəqəsi, bir de burjuaziyanın yeni zadəganları müdafiə edən parlament əks cəbhədəydi. Kral, iri feodallar, iri mülkədarlar, Anglikançası bir tərəfdə, parlament, yeni zadəganlar, bir de ki, burjuazi təbəqəsi bir tərəfdə. Hə, bu əks tərəfdə bir dənə təbəqə var, dini cəhətdə, onu da deyəcəm sizə. Uşaqlar, ölkədə, bu dövrdə Anglikan kilsəsinə qarşı bir təriqət meydana gəlmişdi. Həmin təriqətin adı Puritianlıq təriqəti idi. Puritian sözü, Puritianlar kimlərdir? İngilis protestantları. Puritianlar da Anglikan kilsəsinə qarşı olduqları üçün avtomatik olaraq feodal mütləqiyyət quruluşuna qarşıydılar. Artıq cəbhələr məlum oldu. Bir tərəfdə kral, iri mülkədarlar, iri torpaq sahibləri və Anglikan kilsəsi. Əks tərəfdə parlament, yeni zadəganlar, burjuaziya, puritianlar. Bəs sadə xalq kimin tərəfindəydi? Feodal qaydalarından bezmiş, iri mülkədarların köləsinə çevrilmiş xalq da parlamenti müdafiə edirdi. Çünki artıq feodal qaydalar onları bezdirmişdi. Kraldan narazı idilər. Ona görə onlar da sadə xalq da o kasıb əhalada parlament tərəfindədir. Rejimin dəyişməsi istəyirlər. Bunu da bir tərəfə yazarsınız. Yadda qalar. İndi baxaq görək. Puritian təriqəti haqqında danışmışsa, Puritianlar Anglikan kilsəsinə qarşı olan təriqət idi. Bunlar Anglikan kilsəsini tənqid edirdilər. Bahalı ibadətlərin ləğvini tələb edirdilər. Həmçinin ucuz kilsə tələb edirdilər. Məhz onların bu tələbləri burjuazi tərəf təbəqəsi tərəfindən və yazıcılar tərəfindən müdafiə olunurdu. Kral isə bu təriqətə qarşı idi. İlk yarandığı dövrlərdə İngiltərə kralları bu təriqətin nümayəndələrini təqib edirdilər. Bu təriqətin nümayəndələri təqiblərdən yaxın qurtarmaq üçün köçüblər Hollandiyaya, Amerika arası, Şimal Amerika falan köçüblər, İngilis məskənlərini saxladı, koloniya yaradırmalıdır. Abi işlərsiniz bizim kəsədik. Aydındır. Puritianlar haqqında məlumatınız oldu 17-ci əsrdə İngiltərədə yaranmış təriqətdir. Nəyə qarşı təriqətdir? Anglikan kilsəsinə qarşı olan təriqətdir. Burada cümlə var da. Allah demək başqa bir cümlədir bu. Baxın görün köçmələri haqqında məlumat var deyəcəm sizə. Bu da o modəsidir haqqında məlumat. Puritianlar təqib edildiyi üçün ölkəni tərk edildilər, Hollandiya, Amerikaya müvazinət edildilər. Parlament hökumət tərəfindən parlament də Puritianları dəstəkləyirdi ki, insanların söz adamlığı var, dəstəkləməliyik bunları. Parlament, yeni zadəganlar, burjuaziya Puritianları dəstəkləyirdi. Bu da Puritian təriqətə qoydum bura. Danışaq indi bu yeni zadəganlardan və burjuaziyalar. Yeni zadəganlar və burjuaziya təbəqəsi hökumətdən təkidlə tələb edirdilər ki, onların mənafelərini nəzərə alsın. Dövlətdən, kraldan təkidlə tələb edirdilər ki, bizim nəzərə alın. Burjuaziya hökumətin istehsal və ticarət sahəsində inhisarçılığından narazı idi. İnhisarçılıq monopoliyadır. Bir dənə sahənin bir neçə nəfərin əncəmləşməsinə deyirlər. Yeni zadəganlarla burjuaziya bu inhisarçılıqdan narazı idi. Deyirlər ki, hamıya sərbəst formada sahələri inkişaf etdirməyə icazə verilsin. Niyə bu qələm satışı bir nəfərində olsun ki, hamı bunu satıb sata bilsin də? Azad rəqabət olsun. Bunlar bunu tələb edirdilər. Amma bunlar bunu tələb eləsələr də, demək, dövlət bunların tələblərinə məhal qoymurdu. Dövlət böyük məbləğdə pullar almaqla o inhisarçılıq hüquqlarını, bəzi sahələrdə olan monopoliyanı ayrı şəxslərə satırdı. Və bu da qiymətlərin artımına səbəb oldu İngiltərədə. Əgər bunun satışı bir dənə mənim əlimdədirsə, mən istədiyim qiyməti bunun üstünə qoyaram da. Düzdür. Əgər mən görsəm ki, Əjdər də bundan satır, deyirəm ki, elə bir dənə qiymət qoyum ki, onun qiymətindən ucuz olsun, mənim məhsul daha ucuz satılsın. Artıq rəqabət meydana gəlir. İqtisadi inkişafı üçün rəqabət şərtdir.
Amma iqtisadiyyat bir nəfərlə olanda, təbii ki, qiymət artımı da olur və ölkədə iqtisadi vəziyyət zəifləyir. İqtisadi böhran baş verir ölkədə. Əgər ki, bunun coğrafiya məsələsində iqtisadi coğrafiyadan öyrənəcəksiniz. Monopoli insan o deməkdir. Hə, demək olar, bunu bildik. Bu qutardı. Keçək digər məsələlərin izahına. Hə, Protein dindən danışdıq biraz. Bunu bildik. Hə, vəssalam. Uşaqlar, əsas məsələ çataqdır. Bütün bu dediklərin, danışdıqlarının fonunda biz bildik ki, İkinci Dünya Cəmiyyətində 17 və 18-ci əsrlərdə həm iqtisadi ziddiyyət olub. İqtisadi ziddiyyət nə idi? Bir tərəfdə yeni azərbaycanlılar burjuaziya kapitalizmin inkişafını istəyən təbəqə, bir tərəfdə iri feodallar, mülkədarlar feodal qaydadan qalmaq istəyən təbəqə. Bu iqtisadi ziddiyyətdir. Həm ölkədə siyasi ziddiyyət olub, bir tərəfdə kral hakimiyyətini dəstəkləyən iri mülkədarlar, nə bilim, Amerikan kilisi falan filan, bir tərəfdə də parlamenti dəstəkləyən yeni azərbaycanlılar burjuaziya. Bu da siyasi ziddiyyətdir. Bir də ölkədə dini ziddiyyət olur. Bir tərəfdə Anglikan kilisi, bir tərəfdə Protean təriqəti. Məhz ölkədə olan iqtisadi, siyasi və dini ziddiyyətlər 17-ci əsrin 30-cu illərinin sonunda İngiltərədə inqilabı şəraitin yaranmasına təsir göstərdi. Bu inqilabı şərait nəticəsində 1640-cı ildə İngiltərədə inqilab başladı. Burjua inqilab başladı. Aydındır, danışdığımız bu ziddiyyətlər sonra nəyə səbəb oldu? İnqilaba səbəb oldu. Əsasən İngiltərənin bu dərsin içində uşaqların öyrənməyə çətinlik çəkdiyi, biraz qarışdırdığı məsələlər bu məsələlərdir. Amma məntiqən bu məsələləri başa düşsəz, anlaya bilirsiniz, dərk edə bilirsiniz. Bunlar çətin məsələlər deyil. Əslən rahat məsələlərdir. Əzbərçiliyə üstünlük verməsəz, bu danışdığım məsələləri anlamağa çalışsaz, təbii ki, yadda saxlayacaqsınız. Yox, əzbərləmək istəsiniz, amma alınmayacaq. Əzbərləməklə alınmayacaq. Başa düşmək lazım. Bayaqdan danışdığım məsələləri anlamaq lazım. Anlayıb sistemləşdirmək lazımdır. İngiltərənin coğrafi mövqeyinə xeyri var idi ona. İngiltərədə hansı yeni təbəqələr meydana gəldi? Bu yeni təbəqələr nə istəyirdilər iqtisadiyyatda? Köhnə qaydaların qalmasını kimlər istəyirdi? Dini cəhətdən hansı ziddiyyətlər var idi? Təriqət hansı idi? Köhnə, məsələn, Anglikan kilsəsi rəhbəri biz bu bilirik də, reformasiya nəticəsində meydana gəldi 16-cı əsrdə. Katoliklə protestantların birləşməsi nəticəsində. Kralla mübarizəsində mübarizə nəticəsində. Keçmişik biz bu, düzdür? Anglikan kilsəsinin rəhbəri kim idi? Kral. Bütün vəzifələri kim təmin edirdi? Kral. Kim Anglikan kilsəsini maliyyələşdirirdi? Kral. Anglikan kilsəsinin gəlirlərini kim götürürdü özünə? Kral. Və Anglikan kilsəsi krala tabi olduğu için kimi müdafiə edəcəkdir? Təbii ki, krala müdafiə edirdi. Və hətta Anglikan kilsəsi arasında belə bir təbliğat var ki, kral tanrı tərəfindən göndərilir, seçilən bir şəxsdir. O toxumu olmaz, o müqəddəsdir. Belə bir ideologiya yayılır. Mən də krala tabi olsam, ona xeyr eləyən ideologiya yayıram da, məlum məsələn. Aydındır, eynən Konfutsi təliminə bənzəyir. Konfutsi təlimi Sin sülaləsini dəstəkləmirdi onu, amma Xan Sülası dəstəkləmirdi. Çünki baxdıq, Xan Sülası nümayəndələri görürlər ki, Konfutsi deyir ki, krala tabi olmalıdır. Hansı kral xalqın tabi olmasını tələb edən təlimi dəstəkləməz ki? Anglikan kilsəsində krala tabi oldu, krala dəstəkləyirdi və belə bir ideologiya yayırdı. Bunları dərk eləmək lazım. Nə üçün İngiltərədə, şəhərlərdə kapitalizmin inkişafına mane var idi? Şəhər qaydalarına izah elədi. Kəndlər, səhətdə məhdudiyyətlər yox idi. Niyə İngiltərə tacirlərin varlanma usulları nə idi bu dövrdə? Mahmud Parça, Yun Parça falan. Mahmud Yun Parça tələbat nəyə səbəb olmuşdu qoyunçuluğun inkişafına? Qoyunçuluğun inkişafı nəticəsində başladı səfərləmələr başladı. Bunlar hamısı məntiqi məsələlərdir. Bunlar başa düşmək lazımdır. Burjuaziya nə istəyirdi? İstəyirdi ki, gücdanam olsun, müstəşər işğallara baş versin və gəlir əldə eləsinlər. Və görürsünüz ki, bunlar hamısı məntiqi və başa düşülməli olan məsələlərdir. Bunları biz izahla dərk edib öyrənə bilərik. Əzbərçiliklə yox. İndi danışaq, bu dövrün siyasi, iqtisadi və sosial məsələlərini, dini məsələlərini danışdıq.